vaxtınız xeyir dostlar. Qərb Xəbər YouTube kanalında sizləri salamlayırıq. Hər bir millətin gücü onun tarixində, adət-ənənələrindədir. Eyni zamanda bu gücü, bu adət-ənənələri bu günümüzə çatdıran əsas resurslarından, əsas qüvvətlərindən biri də onun elə insan resurslarıdır. Və bu insan resursları müxtəlif sahələri əhatə edir və çox maraqlı, ilginc insanlar var ki, Azərbaycan xalqının min illərdən gələn adət-ənənələrini yaşadaraq bu günümüzə gətirib çatdırıblar. Bugün mənim qonağım belə insanlardan biri. Pəhlivan Müsəllim Həkimovdur. Osman Sərvəlli deyirdi ki, güc pələngin biləyində, pəhlivanın dizindədir. Və bugün o gücü öz dizində və qollarında gəzdirən bir peşəkar bir pəhlivanı, əslində belə deyək, yaşının irəliləməsinə baxmayaraq, məhz ixtiyar dəliqanlı deyək, maşallah olsun və bugün də çox cavanlara, belə deyək ki, biləyini yerə qatlaya biləcək bir peşəkar pəhlivanımızı sizə təqdim etmək istəyirik. Əslən, babalarının əsli Qazax rayonunun Kəmərli kəndindən olan və sonra Borçalıya qədər gedib çıxan, demək olar ki, bizim kanalımızın da əhatə dairəsini əhatə edən bir şəcərəyə malikdir Müsəllim bəy. Həkimoğullar nəslinin nümayəndəsidir və bugün mən onun həyətindəyəm və onun, belə deyək ki, göstərdiyi nömrələri mən də burada lentə alıb özümüzün çəkiliş qrupumuzun və peşəkar heyətimizlə sizlərin diqqətinizə çatdırmaq istəyirik ki, xalqımızın min illərdən gələn bu adət-ənənəsi və güc, qüvvət simvolunu bu günlərə gətirib çatdıran peşə sahiblərini də sizlərə tanıtmış olaq. Beləliklə, qarşılayın, qarşınızda Pəhlivan Müsəllim Həkimovdur.
Səlim bəy, xoş görmüşük bir daha. Bu qədim sənətimizi bu günlərə qədər gətirib çıxardıb, qoruyub və yeni nəsillərə ötürən bir güc adamı kimi, bir el pəhlivanı kimi sizə təşəkkür edirik və eyni zamanda bizim tamaşaçılarımız üçün də maraqlı ola biləcək bəzi nüansları soruşmaq istəyirəm. İndi sizinlə geniş müsahibə götürəcək, amma məhz bu iş yerində, belə deyək ki, o nömrələri göstərdiyiniz yerdə hadisənin üstündə. Bu risk faktorlarından, bax, neçə ildir ki, bu sənətdəsiz və hər dəfədə mən gördüm o şüşə kürəyinizi bayaq çizdi, o bıçaqların itiliyi filanları. Bax, bu risk faktorları sığortalanmıyorsunuz da, hər şey ola bilər. Bax, bu yaş irəlilədikcə bu hisslər nətər olur, bax, məsələn, heç bir şey yoxdur ki... Bu sənətdə bunun riski mənim elə özüməm. Səbəbkarı da özüməm, ziyan çəksəm də özüməm. Heç kim ona görə, mənə görə narahat olmasın. Amma bir şeylər var ki, doğrudan çox risklidir. Doğrudan. Burada mən özümü tərifləmirəm. Mən elədiyim bu nömrədə həm güc rol oynuyor. Həm dözüm, həm də iradə. Bu üçü birləşir ona görə. Çünki bəzi şeylər var, məsələ deyirlər ki, şüşət uzanıb üstədə. Bəzi yerlərində güc yerləri var. Məsələn, adam çıxır, bıçaqlar var, üstəlik onun üstündə daş var. Yəni, ən azından, düzdür, mən nə həkim deyiləm, nə filan, həmə hər şeyi o qədər bölüşdürüb, paylaşdıra bilirəm ki, gücü də idarə eləyirəm, dözümü də, belə hər şeyində belə deyim. Amma işin sirri o dəngəni tutmaqdadır da, əsas məsələ. Yox, birinci ən azından özünü qorxulu aparmamasan. O risk sözü, belə dədə babadan var, riskli olmalısan. Ən əsası ürək lazımdır. Ürəkdə bayaq dedim də. Onunla bərabər də dözüm sektorları vardı. Aha, çıxıb bura, nə qarsan qar çıxıb da bura. Daşdır, bıçaqdır, qoyulub və onun üstünə də daş qoyulur. O daş da 32 kilodur. Yəni, mən çox vaxtı uşaq çıxardıram, onda daha maraqlı olur. Bunların hamısına həm dözmək lazımdır, həm də alışmaq lazım. Yəni, məşq hökmən lazımdır. Adamlar var, deyir ki, nə var elə, mən də belə eləyərəm, mənə eləyərsən, əmə heç nə alınmaz. O qədər alışırsan, yəni, belə deyək də, hətta gündəlik sirkdə işləyəndə, bir gündə 3 dəfə olurdu, 5 seansda da olurdu, 5 dəfə də olurdu. Ən azı da olmasa, hər axşam seansı bir dəfə. Yəni, heç mənim o da kürəyimə belə vuranda, belim elə bir şişə kimi düpərəm düşür. O da o balaca şeylər qalır orada, elə bilirdi ki, konkret şişədir. Yəni, elə əli belə çəkəndə, deyirdim, buna da adamın əli sürüşür ki orada. Yəni, o qədər doyurdu. Bax, elə şeylər yəni orada var. Bu, neçə il oldu, bax, bu sənətdə? Neçənci ildən başlamışsınız? Vallahi, belə də başlamışam, hardasa 79'dan. Amma o elə belə, yəni yüngül var. Sonra rəsmi bir ondan 4-5 ildən sonra bir aşağı yuxarı 15 il elə sirkdə çıxış eləmişəm də, belə deyək. Aşağı yuxarı bir 15 il, onda da seri devlət sirki idi, sonra müstəqilliyi falan, Allah var eləsin devlətimizi, millətimizi qurdular, yaratdılar. Sonra da sırf Azərbaycan kollektivində Azərbaycan pəhlivanı kimi çıxış eləmişəm. Türkiyədə böyük qastrollarım olub. Hələ ilk gedəndə Sovetlər də olmayanda Albert Çernişov Seridə pasol idi, sonra Serin baş nazirima. Türkiyədə çıxış elədim, sər həmən pasol mənə qəbul elədi, dedi ki, bu nədir, mən elə bildim, yadımul peravorot oldu. 21.000 tamaşaçı stadiona mən dəvət elədi, tək məni. 21.000 tamaşaçı Türkiyədə o stadionu doldurmuş. Doldurmuş nədir, yer yox idi. Yolda izdə də mən derdi, çivi əyan kişi getdi, çivi girirdi, böyle sıra mağazı yanına getirdim, onlar ucu baxıblar, elə əlimi attım, oradan başladım, belə vurdum, sonra hara gedirdi, restoranda törən vereyim ben, belə edirlər, dünən çivi əyan kişi, arkadaş geldi deyir, çivi əyan, yani belə çox şeylər olub, nə bilim, həyatdır, amma uzun müddət sırf pəhlivanlıq eləmişəm, yəni elə belə. Sonra indi işim, gücüm, devlət işi zadı falan fəsməkan oldu. Yəni mən hər tərəfli
belə deyək də, dolu insan olmuşam. Müəssisə olub ki, direktor müavini olmuşam, müəssisə olub qılan injiner olmuşam. Amma idman sizin nəsildən gələn... İdmanın səbəbkarı İsmail müəllim. Biz olduq. Onu o səbəbkarla içəridə danışaq. Sadəcə bu... Bəli. İsmail müəllimdən də... İsmail müəllim... Onda elə belə olub. Hə, nəslimizdə, tayfamızda bir qurtarlasan 5-6 seri idman ustası var. Var. Ondan var. Bir də ki, tarix boyu bizim tayfada var. Tarix boyu bizim tayfada, məsələn, pəhlivanlıq indi belə deyək də, belə rəsmi devlət səviyyəsində çıxış eləməsələr də, həmişə elə deyilmiş, Padar tayfasının filankəsi gəldi. Yəni, kişilər hamısı doğrudan da elə insanlar olub. Həddindən artıq güclü. Son zamanlarda bu idman ustası filan sözdə çıxanır, 5-6 nəfər biz fakt idman ustasıyıq. İsmail müəllimdəki serinin prizoru olub, mükafatçısı olub, idman ustasıdır. Amma pəhlivan olaraq nəsildə... Pəhlivan olaraq, qoy sinəmə döv hal-hazırda mənə. Pəhlivan, xoş görmüşəm səni. Sağ olun, sağ olun. Müsəllim Pəhlivan mənim ustadımdır. Azərbaycanın canlı əfsanəsi, gözəl insan, gözəl dost, gözəl qardaş, gözəl insan. Siz də əslən haradansınız? Əslə Göyçə mahalından. Bu Bakı doğulmuşsunuz da burada... Yox, Bakıda doğulmamışam. Mən 88-ci ildən gəldiyimizdir. Burada 10 yaşımdan Bakıdayım. İdmanla məşğul olmuşam sambo ilə, uşaq vaxtları. Yox, fundamentli idmanla qoyub, təsadüfən düşməyib. Sambo ilə, ağır atletika ilə də məşğul olmuşam. Mən Müsəllim Pəhlivandan bir 5 ildir. 5 ildir sırf pəhlivanlığa, Müsəllim Pəhlivan öyrədib, yəni pəhlivanlığa başlamışam. Təmbəlliyi olmasa əla pəhlivan. Demək ki, buna məşqlər lazımdır, mütəmadi məşqlər. Bəli, hökmən. Nə varsan qar, məşq lazımdır. Çünki nə inəyirsən elə, o lazım. Məşqsiz, ola bilər 1-2 hərəkət eləyərsən, amma bir də gördün, birini, ikisini, üçünü elədin, sonra iraq-iraq bir də gördün, hansısa travma aldın. Pəhlivan, mən verilişin girişində rəhmətli Osman Sərvəlinin bir beytini dedim. Güc pələngin biləyində, pəhlivanın dizindədir. Bəli. Şair doğru mu deyir? Bu diz faktoru pəhlivanda əsasdırmı, yoxsa Heç belə qram yanlış deməyib o kişi. Elə nə var? Bəli, bəli. Gəl belə deyək də, nə varırsan, qar, hansı türüyü eləmək üçün ayağı üstə durmalısan. Durma, nədir? Elə həmən deyilən, bayaq dediyin kəlamlar yerini alır. Təşəkkür edirəm hər ikinizə. Mən dediyim kimi yenə söhbətimizi evdə davam elətdirəcəyik Pəhlivanın evində. Müsəllim Həkimovun evindəyik. Bizim kanalımıza bayaq gördüyünüz ekskluziv nömrələrdən sonra indi bir çay süfrəsi arxasında istərdim ki, söhbətimizi davam etdirək. Bir də axşamınız xeyir olsun. Müsəllim bəy, maşallah formadasınız. Allah can sağlığı versin. Bu neçə ildir bu sənətdəsiz və necə oldu ki, bax, məhz idmanın bu pəhlivanlıq sahəsinə gəldiniz? Demək olar, haradasa başlamışam aşağı yuxarı 79-cu ildən. Bəlli bir vaxt keçəndən sonra, bir 3-5 ildən sonra profesional dərgiyə qarışmışam. Ondan sonra da İsteri Devlet Sirkində işləmişəm. Birinci
pəhlivan kimi ama sənətim Abşeron Xırdalan deyək də, Abşeron Mədəniyyət Şöbəsindən olub. Parkda ora özə rəsmi işə götürülmüşəm mən. Oradan sonra yavaş-yavaş, özdə maşallah 5-6 yerdə işləyirdim bunda. Ondan sonra Azərbaycan sirkində hamısı baxırdı, Moskvaya baxırdı. Sayız Qod sirk dedi. Elə orada çalışdım, filan, fəsməkan, sonra nə bilim. Ben isterdim biraz idman keçmişinizi danışasınız ki, ondan qabaq nə idmanın hansı növündən məşğul oldunuz və pəhlivanlığı sizi ilhamlandıran hansısa bir pəhlivandan mı deyək ki, ilham aldınız və yaxud da sizi hansısa pəhlivan mı yönəltdi, yoxsa sadəcə baxa-baxa mı öyrəndiniz? Yox, burada bir tarixdə var. Mən güləşirdim sərbəst güləş. Spartak cəmiyyəti vardı orada. Mənim böyük qardaşım İsmail müəllim də onda APİ-də güləşirdi. Sonra da orada qalıb məşqçi müəllim işləyirdi. Mən oradan başqa da İsmail müəllim yanına gedirdim. Daha ciddi məşqlər eləmək üçün də. Elə də doğrudan keçdi, yəni belə deyək də, idman aləmində bir deyirlər, psixoloji cəhətdən başqa da deyir, belə naqruska deyirlər, də tapmadım, belə yüklüyürlər adamı ki, elə gücüm çatmasa da deyir bunu elə. Otururdu, özü dəsmallan özünü gelirdi. Deyir, 101 də most eləməlisən. 100 də yox, 150 də yox, 101. Arada bir dənə eləyirdim, sən demə sayırmış, bir də 100'ə çatmamış, bir dənə, 2 dənə də. Deyir, qaldı, hələ əlinlə belə eləyir, ya 4'ü qaldı, ya 2'si qaldı. Sən demə sayırmış, mən də deyirəm, oturub oradalar. Yəni, onun böyük təsiri oldu mənə. İdmana, belə, həvəsim filan, fəsməkən. Sonra yenə də elə bil, əsl pəhlivanlıqda da səbəbkar oldu. Nərmanov rayonunda müəllimlikdən sonra polisdə, milisdə işləyirdi. Orada Nərmanov parkı var idi o zaman. Elə mən də getmişdim bunların yanına, dilə gedək, pəhlivan gəlib, bu da mən elə bil tarix yaşadım da. Getdim ora, Kazbek Məhərrəmov vardı, əslən Gəncəli idi. Ama Özbekistan tərəfdə o vaxt biraz dəb idi, amma gedib pul zat kazanmaq üçün gedib burada. Bu kişi orada çıxış elədi. Mən elə həm də Erkana da, İsmail Məmdad da oradadı falan, hamısı onda milisi idi. Erk elədim, birbaşa səhnəyə çıxdım, amma tədbir qutarandan sonra. Başladım, o daşı qaldı, belə elə. Belə baxdı, dedi, sən nə ilə məşğulsan? Deyirəm, valla istəyirəm pəhlivanlıq edim. Biraz önəm, bana dedim, məşq eləsən, sən əsl pəhlivan olacaqsan. Elə ondan sonra da davam elədim, sonra da adlı sanlı pəhlivanlarla. Deməli, sizə Ustad xeyir duasını Kazbek Məhərrəmov. O az oldu burada, əslən Gəncəlidir. Deyirəm də, Orta Asiyada işləyirdi, əsl elə pəhlivanlıq eləyirdi. 50 yaşdan getmişdi. Yəni, onun elə birinci əsl elə canlı pəhlivan o kişini görmüşəm. Bir də rəhmətli Rəşid pəhlivanı görmüşdüm, mən ondan söhbət eləyəməmişdim. Ərk eləyib yanaşa bilmədim heç vaxt. Həmişə o Azərbaycan Kino Teatrının yanında otururdu, belə yaşlı kişi. Artıq 80-ci illər, 80. Sonra arada bir dəfə özümü toparladım, gedim. Orada çayçının yanında bir çapacılıqxana var, orada otururdu falan. Özü əzəmətli kişiydi o yaşda da, 80-ci illərdə artıq elə bil 1900-cü ildən olanda artıq 80 yaş eləyirdi, elə mi? 80 yaş adı var idi. Orada, sonra arada biraz o yan, bu yan falan, nə bilim mən Rusiyada xırda təhsil aldım ortada. Hökumət göndərdi, gedi oxu. Söyləyəndə dedim, hökmən hardasa, sən bilməm, 82-ci il idi, nə idi də? İldə birdən yanlışlıq eləsəm, o tarixini, o aləmi bilən qınamasınlar. Dedim, gedəcəm sabah, bu kişini hökmən, belə görüşəcəm, onunla söhbət edeyim. Gəldim oraya, həmən oturduğu ayaqqabı təmir olunan yerin yanına. Gələndə gözləyirəm, yoxda ona çayçıda otdum, belə bağırım. Gəldim orada oturan üzdən iraqlardan bir sapojnik vardı. Dedim ki, Vəlvan ana, dedi, dünən rəhmətə gedib basırmışıq. Qismətə bax, neçə əl ondan qabaqda görmüşəm. Hər dəfə biraz da belə də ürək eləyib deyim, risk eləyib deyəm.
görüşə bilmədim. Amma özümü toparladım. Hökmən gedirəm o kişiyle görüşəcəm. Xeyir dualayacağım ki, da biraz oradan buradan öyrənmişəm da. Yəni Kazbek mənim onun adını görürüm. İnanırsan o mənə qismət olmadı ki, onunla belə oturam söhbət edim. Amma belə də Öləş pəhlivan o dövr və siz gənclərin də bu pəhlivanlıqda bir ustadı idi da, belə bir olsun. Bəli. Nə, elə onunla təsəvvür elə marağım olmasa, Sarı Süleyman ondan neçə il qabaq dünyasını dəymişdi. Mən onun evini tanıyırdım. Səməd Vurun bağının böyründə o ara yolu var ha. O məhəllədə bilirdim ki, o ev onundur. Rəşid Pəhlivanın evini Nərmanov heykəlinin yanında ikinci mərtəbə ya üçüncü yadımdan çıxdı. 5 mərtəbəli binayı bilirdim orada qalır. Halbuki özlərinin bir kəlmə söhbət eləməmişdim. Amma maraq o qədər var idi. Neyirdin şeylə. Sonra da öyle sirkdə kimlərlə, hamısından ayrı-ayrı proqram vaxtlar işləmişəm. Mənim Tikul olsun, nə bilim kimlər olsun falan. Düz ayrı-ayrı proqramda işləmişik. Amma həmən səhnələri onlarla bölüşmüşəm. İstənilən vaxtı mən o sahədə, o sektorda olmuşam. Müsəllim bəy, istərdim söhbətimizin bu yerində bir sual verim sizə. Yəni, idmanda ailə, nəsil ənənəsi varmı və bu, məncə bu nəsil tarixini bizə istərdim İsmail müəllimlə söhbətə dəvət edəyəm. İsmail müəllim, xoş gördük sizi. Xoş gördük. Bu, bayaq Müsəllim bəy çöldə bir padar tayfasından ixtiyir. Bu, istərdim bir kiçik də olsa, bir sürətli bir keçid eləyək. Yəni, padar tayfası Kəmərli və Borçalı. Bax, bu üç bucaqda necə olub və sizi də bu idman ənənələri necə olub və bir də həkim oğullarısınız da. Bax, o hardan gəlir, pəhlivanlıq necə gəlir, idmanla bu həkimlik necə olub. Bax, bununla bağlı bir nəsil ənənələrinizi Çox gözəl sualdır. Açıqını deyim ki, bu həm də bir tarixi sualdır. Bizim çox doğru qeyd elədiniz, bizə padarlar deyirlər. Bu da bilirsiniz ki, Türklərin Oğuz qolunun bir tirəsidir. Bəs necə olub ümumiyyətlə bu padarlar bura gəliblər? Bunun da böyük bir tarixi kökü var. Padarları Elxanilərin dövründə 6 aylardan süvari dəstələrlə gələn bir qoşun növündə, yəni süvari qoşun növündə gələn ayrıca bir şey olub, qoşun növü olub, padarlardan ibarət. Sonra gəliblər, bunlar müharibələr dayanan olanda, məsələ yaralananlardan qalanlar olub, getməyiblər, çəkilməyiblər dala. Və bizim də babalarımız ilk əvvəl məskunlaşıb Balakəndə. Çünki siz bilirsiniz ki, Azərbaycan tarix, o Məmməd Həsən Baharlıda da var, o padarların bura köçməsi və tarixi haqqında. Orada bizim babalarımız, Zal, Rüstəm baba da, Qurban baba, onlar məskunlaşıb orada. Gör, neçə qardaşdır, bunlar o vaxt döyüş səhnələri ki, gedəndə, orduyla ki, gəliblər, sonra da məskunlaşıb qaldılar burada, Balakəndə. Elə bir vəziyyət yaranıb ki, 17-ci əsrin əvvəllərində oradan görünür nəsə bir hadisə mi baş verib, köçüb gəliblər bir hissəsi, daha doğrusu Padar Qurban. Padar Qurban köçüb gəlib Kəmərli kəndinə və Şadlıqlı nəslindən, bilirsən də, onun da bir tərəfi, elə deyəsən sizlərə də qurumdu Şadlıqlılar, elə deyilmi? Nənəmizdə öldü. Cavahir adlı, burasını deyim ki, tarixdir biləsiniz. Deməli, 17-ci əsrin əvvəllərində Cavahir adlı bir xanımla evlənib. Elə ondan sonra törənib də padarlar, böyük bir məhəllə olublar. Ayrıca Padarlı Qurban, Kəmərlinin İncə dərəsində Şadlıqlı nəslinə Cavahir xanımla evlənib, sonra doğub törənənlər Kəməridə artıblar. Məhəllələr indidə də, indinin özündə də Kəmərdə deyirlər ki, padarların məhəlləsidir bura. Yaşayanlar da var da, bizim indi başqa qohumlardan da var. Bölgəsində də bir padar İndi gəlirəm də, ora gəlirəm. Bəs niyə bu Azərbaycanın müxtəlif Xaçmazdır, Qubadır, Şamaxıdır, ondan sonra bizim ən böyük coğrafi bir mövqe Padar çöl var da, bilirsiniz ki, bu coğrafiya kitablarında da bunlar bir tarixini bilinir. Padar çöl var. Bunlar hamısı
Deməli təsərrüfatla məşğul olduğu üçün bu elat cəmaatı olublar da. Sonra da müharibələr dayanıb, nə bilim nə olub. Başlayıblar bunlar təsərrüfatla məşğul olub və içindən igid oğlanlar meydana gəlib. Məsələn, Mehdi Bayramoğlu var, pəhlivan olub, çox məşhur. Ondan sonra Zal və Rüstəm, bunlar da yenə hamısı qardaşlar olublar bir-birindən. Hətta deyir ki, bu Rüstəm Kəməridən Balakənə o biri qohumları axtarmaq üçün gedəndə Zaqatalanın meşələrində bunu rəhmətlik professor Əhməd müəllim danışır. Əhməd Həkimov, Bəhmən babamızın oğlu. O deyirdi ki, mənə də Bəhmən babanı danışıb tarixlə. Pələnglə rastlaşıblar, üzbəsövrət gəliblər. Əli yalın pələngin cəhəngini cırıb. Deməli, süpürləşiblər deyək də, bizim Dədibə baba dillə deyək və əlinin sağıyla sol əlindən pələngin cəhəngini cırıb, elə də onun sonra deyirdi, dərisini götürüb çiyninə, həmişə çiynində gəzdirilmiş. Ondan sonra da elə Rüstəm Pəhlivan adla belə məşhur olub. Bu biri tərəfdən də, Qızxanım nənəmizgil tərəfdən də, onlar da Xas Məmməd deyilən bir babamız olub, çox güclü belə bir pəhlivan olub, güləşən. Amma bu da el adam olub da, yəni eldə təsərrüfatla zadla məşğul olub. Belə bir şey də deyirlər ki, bir Əliyevşə pəhlivan olub vaxtı ilə. Rəşid pəhlivan da köməkçisi olub. Gürcüstandan da, Tiflisdən. Hətta deyir, Qazağa Kəmərliyə gəlib o vaxtı çıxış eləyəndə, bunu yenə rəhmətlik bizim keçmiş əmlərimiz danışırdı ki, bu pəhlivan Alyoşa deyib ki, bu kənddə bir elə igid varmı ki, bir çıxsın meydana, bir sınaşaq. Onda da deyir, cavanlar hamısı bir-birinin üzünə baxıb, bu rəhmətlik Məmməd babamız da atın belində ayağını salıb bir tərəfə, yəhərin bir tərəfindən baxırmış pəhlivana. Bu da indi istər-istəməz cavan vaxtından özü də çox qəribə deyir, onun xasiyyəti var imiş. Pəhlivanlarla güləşəndə dizinə ayna bağlayarmış, güzgü. Dizi aynalı Məhəmməd pəhlivan deyilirmiş ona, həmişə güləşəndə. Çox qəribədir, deyir, bu atın belindən görüb ki, kəndin cavanları güməşdilər də, biraz belə, bu da pəhlivan, nə bilim, nə. Deyir, oradan atın belindən deyib ki, ay pəhlivan, bura eldir. Eldə ağır oturub batman gələrlər. Və bu da baxıb ki, bir qoca kişidir da, bu da yaşlı adamdır, bir 70-ə sada belə yaxın yaşı var. Atın belində amma şəslə oturub, belə sözü deyib, atın belindən at düşüb yerə, hoppanıb yerə düşüb. Zambur oğlu Musa deyirlər, bəlkə değişdirmiş olardı o vaxtı, o zurnaçı Musa, onların ümumiyyətlə nəsilləri hamısı zurnaçıdırlar, musiqisidirlər. Gəlib deyir, Zambur oğluna deyib ki, aya bir qulağıma çal. Qulağıma çal deyib, əlini deyir, belə tutubdu. Genli qayış kəmərini deyir, belə çəkib toqqasını bərkidib möhkəm, başlayıb cövlan eləməyə. Cövlan elədikcə pəhlivan da biraz boşalıb, əlini belinə qoyub, görüb, bu elə fənlər işlədir ki, bu meydanda, bu pəhlivan girdi da, bu elə belə deyil, bu məşhur nəsə bir pəhlivandır. Başlayıb müəyyən bir fəndlər göstərməyə uyan-buyan, həm də bir qoca fəndi deyirlər da bunu. Bu indi harada saxtarır ki, pəhlivan biraz da boşalsın, biraz da boşalsın. Elə birdən bunu cumduğundan götürür, çırpır yerə, oturur sinəsində. Bu deyir, yox, düz olmadı deyir. Ey, yadında saxla. Pəhlivan, yaxşı pəhlivan, həmişə özü üçün bir fənd saxlayar. Bax, bu da pəhlivanlığın bir fəndidir. İndi biraz mən tarixi uzun getdim. Amma demək istəyirəm ki, yəni bu ənənə nəsildən davam edib. Nəslimizin bir hissəsi də ziyalı insanlardılar. Həkimləri var içərisində, tək elə pəhlivanlıqla, ilmanla, alimlərimiz var. Onlarla bizim alimlərimiz var bizim nəsildən. Öz cümlədən də elə ana tərəfimizdən biz həm də sənin də baban İsmail Əfəndinin nəvələrindənik. O da təhsilini bir vaxt Türkiyədə alıb gəlib. Sonra da ki, bütün Qazaq mahalında çox adlı sanlı bir dini Nəqşi təriqətinin şeyxlərindən olub. Özdə bilirsən ki, Hacı Mahmud Əfəndinin zadla bunların da bir şey. Bunların əslində elə Seyid Nigaridən gəlirlər. Amasyada təhsil alırlar. Hə, bunlar Amasyada təhsil alırlar, Seyid Nigaridən gəlirlər. Yəni demək istəyirəm ki, həm güc, həm birlik, həm ağıl
bu bir yerə birləşəndə insan kamil olur. Məsələn, bir götürək Koroğlu dastanını, görürsənmi? Şeirdə deyirdi, sazda çalırdı, qoçaqlıq deyirdi, atda minirdi. İndi bunların hamısı kökdən gəlmədi. Kökdən, həmən o dediyimiz nəslimiz ki, hansız ki, Altaylardan gəlib. Sonra Kəmərdə məşğullaşıblar. Ondan sonra da 49-cu ildə atam Tahir müəllim, onu da qeyd edeyim ki, bugün elə onun da doğum günüdür. Bugün yaşasaydı 101 yaşı var idi bugün. 96 yaşında rəhmətə getdi. Yaşasaydı 101 yaşı var. 80 illiyinə də elə o vaxtı pəhlivanın özünün sponsorluq deməyək ona, onun köməkliyi ilə bu kitab nəşr olundu. Burada onun həm şeirləridir, həm bizim elə padarlar haqqında çox böyük. Deməli, orasını da deyim ki, elə qoy biraz da yadda qalan olsun. Bu da əgər çəkə bilirsinizsə, götürə bilirsinizsə, həmin İsmail kişidir. Yəni, atamın... Sizin babanız. Babamız. Babamız, yox, İsmail Əfəndi ana babamdır. Ana babamızdır. Bu da ata babamdır. Bunların bir-birindən də rəhmətli Musa babamız gilindən də çox qardaşlığı olub bu İsmail babamın. Bunlar bir-birinə elə qardaş deyirlərmiş. Sonra da atam müharibədən gələndən sonra sənin xalanı, mənim anamı, Lətifə xanımı götürüb Gürcistanın Borçalıya gediblər, orada müəllim işləyib. Aşağı Saral kəndində. Borçalı malının aşağı Saral kəndində. 60 ilə yaxın müəllim işləyib. Özü də 5-ci ilə keçir ki, rəhmətə gedir. Yəni bir 96 yaş yaşadı. Biraz geniş danışdım, əhatəli danışdım. Mən indi İsmail müəllim, icazənizlə Müsəllim bəyə dönmək istəyirəm ki, bax bu 40 ildən çox bir səhnələrdə olubsuz da. Pəhlivanlıq həm idmandır, bayaq dediniz, həm zəka işidir. Eyni zamanda bir incəsənət tərəfi də var bunun. Yəni, Mədəniyyət Nazirliyinin tabeliyində olan bir şeydir, amma idman istəyir, zəka istəyir. Bayaq da soruşdum, məsələn, təbii ki, burada risk faktorları var. Elə olubmu ki, səhnədə deyək ki, təhlükələrlə üzləşmişsiniz? İcazənizlə mən bir şey deyim, çox maraqlıdır. Bir gün rayona gedirdik, o vaxtı da Qaz 24 maşınlar canından belə bir yerdə. Şamaxı Şamaxı döngələrini aşırda, gördüm maşın çəkil bir tərəfə belə nəsə. Maşını saxladım, düşdüm, gördüm təkər şey. Mən də maşını heç baxmamışam burada, danqrat deyil, qaldıraq. Bu var yoxsa yoxdur. Kesmişəm, bagaj açıram, görürüm, danqrat yoxdur. İndi düzümə deyirəm, mən belə, düzüm abi, danqrat yoxdur. Dedər, danqrat mənim. Dedim, nə dersən? Dedi, sən biraz qaykıları boşal, işin olmasın. Gəldi belə kurvadan yapışdı, özü qabaqda, motor qabaqda da ağır. Ən ağır. Ağır, qaldırdı, dizinin üstüne koydu, deyil, ağırsan qağı. Gülə-gülə deyirdi, bu da danqrat. Belə bir... Elə bir xızıya qaydasıyla getmədi yolla. Bir kəsə yollama elədi, belə dağa çıxır olur. Qalxdı, o bir 20 neçə nəfər dansçı, rəqs var, aparıcı var, filan var, elə rəqs uşaqları zaten. Kosamız, masamız, hamısı var. Düz padiyomun kəlləsinə çatanına maşın söndü. Bu ha belə uskorsu, mən də qabaqda oturmuşam, öyle qabaqda oturan adamın da o qapsız adı yoxdur. Motorun üstündən keçirsən, orada oturursan. Daldala getdi, hələ gedir daha da elə. Birdən vurulub belə eləyəndə maşın söndü. 1, 2, 3, kosamız da sayır deyil, 1, 2, 3, 4 dəfə dıqırlandı. Bir gördüm ki, bunun səsi gəlmir. Maşında dıqırlanır. Kozanın səsi gəlir. Kosanın da səsi, öyle doğrudan deyirəm, mən giderim, sayır 1, 2, kosadıdır da, bir bunun səsi kəsilir. Maşın belə dayandı, belə baxdım, maşın böyürüşlər. Baxın, xalların yeri bilir. Düzhəmlə belə vurdum, qabaq patpresi qırdım, çıxdım, gördüm məndən başqa çöldə heç kim yoxdur. Bir də birinci aşanda elə bir şüşəni o bir tərəf qırılanda kimlərsə düşüb orada qalıb. O rəqsin qızlarımı, şeylər bilib. Belə çıxdım, ona baxdım, bara baxdım. Bir də gördüm kosanın başı qalıb o stoykanın altında, ayaqları belə. Ya dağışmır, elə ayaqları belə. Belə çiynimi verdim,
Bunu kaldırdım. Avtobusda tabak belə yırğalanır ha. Belki de biraz belə eləsən dəriyə gedəsidir. Bak belə oynuyor. Çiğnim verdim bunu çevirən kimi bu başını çəkdi, çıxdı. Böyle diz üstü ottu, gene başladı gülür, yok bu kalın böyle elədi. Baktım bir kadın aparıcı var. Ayağının biri qalıb, gene avtobusun altında. O soykan. Çiğnimi verdim böyle kaldırdım. Kaldırdım, kadın da çıktı. Ama avtobusu salanmadım da çiğnimi elə bir oradan çıxardamadım. Nəsə elə bir tormuzdan. Avtobus məni sıxdı oturtdu, özümü belə. Sonra bütün bu çiğnim, cadım, her yerim zedelenmişti. Bunu katip ona vertolyot zat kaldırıp Abşeron'a. Zöhre Mamedov var, teze gelmişti oradan, bir yadına geldi. Vertolyot kaldırıp meden işçileri avar etçip təcili o yan bu yan su bu hatta ne bileyim neler geldi, skora pomuşta ne kim alem var. Akşam Vremya'da bu düşsün ona. Vremya'da deyirlər ki İndiki dillə desə trendə düşdünüz. Günün məşhur oldunuz. Öyle yani orada apardı böyle Azerbaycan'da Abşeron ne bileyim neyinde Türk Hava Yardımcı'yla beraber ne bileyim Mehmet Tanrısal hadise töreni de yani ameliyat olup aval olup böyle de o iki adamın hayatını xilas edip ve öz zat familya çekilir. O da belki bir dakika gitmiş de Vremya'da. Oradan hara gedəndə ha böyle bir şey dedi. Vremya'da kim bakmırdı ki? Bütün listelerinin 99% bakırdı. 15 yıl. Öyle onun en popülerliği ondan oldu. Hara gedəndə sıra dediler falan pəhlivan. Pəhlivan, bax bir şey deyim. Bir zamanlar mən də uşaq olan vaxtları bizim Qazaxda da bir saç uzun pəhlivanımız vardı, Paşa Kərimov. Və mən bilirəm ki, elə bir siz də bir gəncliyinizin bir dönəmində saç uzatmışdınız və bu saçla maşın çəkmək bir adəti vardı o zamanın pəhlivanlarında. Hə, ona siz də qoşulubsuz, eləmi? Hə, elə olub, olub. Mən arada belə bağlayırdım, asırdım saçımda, yerinə daş geri. Çünki sirkdə maşın falan yeri o tədbirlərində olur da belə deyək. Sahə tədbirləri. Sahə tədbiri, stadion falan olanda oldu ama az oldu. Mən elə o qədər şey eləmədim. Əsas belə çünki orada mən Mostda duran yerim var. Məsələn Mostda dururam. Hər qıçımın üstünə biri çıxırdı, qarnımın üstə, qollarımın biri də çənəməz. Məsələn o saçla başından gördüm uyğun gəlmir. Ondan sonra saçımın ağzını arqalarla saldım. Yani başladım eləmə. Ama oldu. Belli bir vaxtı oldu. Az oldu ama oldu. Belli bir vaxtı oldu. İndi bir şey soruşacağım sizdən. Bu sosial şəbəkələrdə, internetdə indi gənc pəhlivanlar var. Bu sosial şəbəkədə görürük və bəzən nömrələrini göstərirsiniz. Ümumiyyətlə bir peşəkar kimi, bu sahənin ağsaqqalı kimi kimləri izləyirsiniz gənclərdən və nə tövsiyə edirsiniz də bu məsələn sizdə bir iz buraxan ki, necə ki vaxtilə Kazbek pəhlivan sizə demişdi. Hamısını izləyirəm də, baxıram da. Həmə heç birinin adını çəkmirəm. Bizə şey deyirəm ki, hamısının Allah köməyi olsun, ağırlı olsun, bir-birinin dalınca danışmasınlar. Pəhlivan pəhlivanın dalından danışmaz. Meydanda gücün var, çıx görsət. Ya sən udacaqsan, ya o udacaq. Ona uca pis demək lazım deyil. Pis deməyə gərək yoxdur. Və o belə də bir şey deyəndə həmişə deyirlər 7-dən 70-ə. Hemen mən deyirəm 7-dən 77-yə. Hamısını Allah saxlasın. Özlər də normal bir-birinə can deyib can eşitsinlər. Pəhlivanlıqda paxıllıq olmamalıdır. Çünki ən sınaq yolu haradır? Meydan. Çıx meydandasın. Ya sən udacaqsan ya o. Uduzanda kimlikdə belə gedəcəksən, udanda da belə eləyəcəksən. Bax, bir də bir şey soruşum. Sanki pəhlivanlıq Azərbaycanda bölgələrə xas bir şeydir. Sizə də elə gəlirmi ki, məsələn, şəhərlərdə, böyük şəhərlərdə filanlarda bu sənət yoxdur. Daha çox regionlarda, bölgələrdə, bu gün də orada yaşayır, elə bil bölgələrimizdə yaşayır. O, bilsən nə, elə irsi keçmə. Pəhlivanlıqda nə inirsən elə irsi keçmə var. La belə güləşçilərdə olsun. Biri deyir falan kəs dünya çempionudur. Qurtlarında onun atası da olmasa bir də görsən gedir çıxır babası ən güclü adamlardan olub, indi güləşlə məşğul olmuyor ama güclü adamlar olur. Mesela bunun babası, Zülüqarın babası.
Karambaran vecdə yani çatdı, tutdu, bəsdi. Yani irsi keçmə də var, üstəlik də ona görə yəni demək istəyirəm ki, genindən gəlir və o da davam eləyir. Və sonda bir sual, irsi dediniz. İndi sizdə nəsildə, ailədə davamçı varmı? Və İnşallah gördüm o balaca uşaq elə o davam edəcək. yəni o potensialı da Bir görürsünüz. nəsil yoxdur ona görə ama elə o YouTube'da zaten baxsa kadrları var. Bugün indi biraz Nasırın şeydi. Öyle səhəti biraz. Təşəkkür edirəm. Allah sizlərə də ömür və sağlıq versin ki, o balaca uşağın da bu pəhlivan kimi səhnələrini görə biləsiniz və ona da bir İnşallah. tövsiyə verib tənqidi də yanaşa biləsiniz ki, valla bunu düz eləmədin, bunu düz elədin. Dedim də həmişə deyildilər 70'e kadar. İndi 77'de çıxış edəcəm. İnşallah, inşallah. Hə. İnşallah 100 yaşında da Hə, çıxacaq. təşəkkür edirəm. pəhlivan. 77-də Elə Şuşanı belə saxlamaq lazımdır, maşallah. Hə, Allah nəzərdən qorusun və Allah güc qüvvətinizi, səhhətinizi həmişə yerində eləsin. Bir şey də üzr istəyirəm qeyd edeyim mən. 92-ci ildə hələ Şuşa getməmişdim biraz qabaq. Pəhlivanlar, orada bir qaçaq pəhlivan var idi. Allah ona qəribət eləsin Şuşalar. Ya bu tədbiri keçdik. O vaxt Orada 91-ci il idi mən də gəlir. 92-nin əvvəli idi. Şuşa hələ getməmişdi də o vaxt. 91-ci Şükür Allaha. Onu gözəl tədbir keçirdilər. Azərbaycandan pəhlivanlar yığıldı. Baş pəhlivan kimi də Müsəllim idi orada iştirak edən. Çox gözəl bir tədbir keçirdilər. Onun yubileyini keçirdilər. Onun uşaqlarının ikisi də elə Müsəllimin yanında, pəhlivanın yanında bir xeyli bir yerdə işlədilər. Sonra Allah verdiği təvəkkül. hərəsi bir şey Yaxşı pəhlivan idilər, yaxşı tavşanlar. Biraz Allah verdi vaxtı yaralandı, müharibə vaxtı şeylədi. Belə, təşəkkür edirəm, çox sağ